Salam aleyküm olsun hər kəsə. Məni tanıyanlar, tanımayanlar fərq eləmir. Mən bir video paylaşmaq istəyirəm. Xahiş edirəm artıq dərəcədə. Yəni bunu maksimal dərəcədə paylaşın ki, bəlkə bu videonun bir neçə qardaşımıza və yaxud qardaşlarımıza bir faydası olur. Qardaşlar, bu Pinop oyundur, aviator oyundur. Bununla bağlı bir-iki tövsiyədə olmaq istəyirəm. Qardaşlar, bax, aviatordur, Pinopdur. Belə bir oyuna kim oynayıbsa, yəni çalışsın bundan sonra oynamasın. Çünki bir şey nəzər, yəni fikrimizdə tutaq ki, qazanan biz deyilik, qazanan onlardır. Uduzan ki biz. Xod sən bugün 10.000 çıxart, xod sən sabah 20.000 çıxart. Bunun sənə heç bir faydası yoxdur. Çünki o səndən onu alacaq. Yəni mümkün deyilən bir şey yoxdur ki, mən aviator və yaxud Pinop oyunlarından, Mostepet oyunlarından bir-iki oyunlar var ki, yəni sən daimi pul udasın. Yox. Dəqiq o səndən, sən məsəl üçün oyuna girəndə 5 manat oyuna pulla girirsən, onu eləsən 50 manat, 50 manatı o səndən bir oyunda alır. Məsəl üçün sən yüksək oyunla oynayırsansa, bir oyundan alır. Ona görə də qardaşlar, bundan sonra çalışdığım qədər aviator və Pinop oyunlarından bağlı bir-iki videoda paylaşacağım. Çünki niyə? Mənim hər şeyim, yəni əlimdə olan imkanım, qazancım, borcum, xərcim sadəcə və sadəcə birinci mənim ağırsızlığımdan, ikincisi də ki, yəni fikirləşmişəm ki, bugün odacam. 100 manat, 200 manat qoyursan, deyirsən, bugün odacam. Yox, odmaq deyilən bir şey yoxdur orada. Çünki ən risk boy oyunlardır, ən güclü oyunların içində də olmuşam. Yəni, harsa orada bir xodu mən qoymuşam 800 manat, 900 manat, 1200 manat xodla oynamışam. Amma qardaşlar, yəni bugündən sonra, yəni kim oynayıbsa bugündən sonra tövbə eləsin. Allaha iman gətirsin ki, belə bir şeydən uzaq dursun. Çünki sənin əlində nə var, nə yox. Sənin əlində olan imkanı sümürür sənin əlindən. Mən oğul tanıyıram. Son model Honda Elantra'dan bu dəqiqə elə bir vəziyyətə düşüb ki, bəlkə də evində çörəyi yoxdur. Yəni ailəsi yesin. Qardaşlar, maksimal dərəcədə bu